Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Ramada Plazanın arxasında, yəni arxası sözü dedikdə, bax həmin əraziyə yaxın bir məsafədə, deməli Pafaktu 10, sənəddə 6 sot olan, bax qarşıda gördüyünüz belə bir daşınmaz əmlak satılır. Hal-hazırda həmin daşınmaz əmlakın mən bağçasında yerləşirəm. Deməli iki tərəfdən kubik ləhə örgüsü var. Bax bu incirin arxasıdır. Sağdan soldan setkaları var. Təxminən 20-dən çox ağac növü var. Bax bu ərazi, bax qarşıda gördüyünüz, deməli bax bu Navesin olan məhəlləyə aiddir. İnsə evə, deməli Navesin alt hissəsinə keçirəm. Bax bu Navesin alt hissəsi deməli 20-nin 24-ün 12-yədir. Yenidən mən sizə bağçasını göstərirəm. Yəni şah sevənlərdədir, yəni şah süyəndə. Deməli bax yenidən bağçasını görmək mümkündür. Belə bir həyət evinin qiyməti 100.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. İnsə deməli burada bax bir neçə ədəd deməli bağışlayın. Sakit. Stoy. Bax bura deməli Navesin alt hissəsidir. Buranın belə deyim 12 metr enidir. 24 metr uzunluğudur. Qarşıda isə deməli belə bir əldamı var. Əldamı da demək mümkündür. Belə bir daşınmaz əmlakdır. Hardasa 7-nin 4-dədir. Bax buranı mən sizə göstərdim. Eyni zamanda Navesin alt hissəsini görürsünüz. Qarşıda yenidən bir 4-ün 5-ə olan bir otaq var. Bax bu həmin otaqdır. Təmirini necə görürsünüz bu cürdə var. Bax bura deməli otaqlardan biridir. İndi isə deməli hamama keçirəm. Bax hamam necə görürsünüz bu cürdə var. Deməli istəyirəm 2 minutkadır. Bax hamamın təmirini necə görürsünüz. Bax belə bir təmir bu cürdə var. Burada deməli razzivalkadır. Qarşıda hamamını görmək mümkündür. Sənədi çıxarışdır, yəni asan xidmətdə alqı-satqı gedən sənəddir. İndi isə otaqlara keçirəm. Bax bura mətbəğidir. Mətbəğin ölçüsü hardasa 4-ün 3-ədir. Bax yenidən mən sizə mətbəğini göstərirəm. Eyni zamanda Navesin alt hissəsini görmək mümkündür. İndi isə deməli zala daxil oluram. Bax bu zalın uzunluğu 15 metr, eni 5 metrdir. Otaqların ölçüsü isə deməli hardasa yox, konkret 6-nın 4-dədir. Sənədi dediyim kimi çıxarışdır, yəni asan xidmətdə alqı-satqı gedən sənəddir. Bax bura 6-nın 4-dədir. Pafaktu 10-dur. Sənəddə 6 sotdur. Burası deməli ikinci otaqdır. Bax təmirini necə görürsünüz bu cürdə var. Ramada Plazanın arxasında yerləşir. Arxası sözü, yəni keçmiş strateji texnikumun daha yaxındır ki Ramada Plazaya ümumi, yəni tanınmış bir yeri olduğuna görə Ramada Plazanın sözünü dedim. Ancaq həmin əraziyə yaxın bir məsafədə yerləşir. Bax bu yenidən mən sizə Navesin alt hissəsini göstərirəm. Belə bir həyət evinin qiyməti 100.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Küçəsi enlidir. Şah sevənlər küçəsinə demək mümkündür. Ancaq həmin küçəyə çox yaxın bir ərazidir. Təxminən şah sevənlərə qədər deməli təxminən maksimum 150 metrdir. Yenidən evin xarici görünüşünü göstərirəm. Bax burada isə deməli yenidən bir Naves var. Bu Navesin uzunluğu 24, eni isə hardasa 4 metr, hardasa 3 metrdir. Bax bu gördüyünüz Navesin deməli indi mən hal-hazırda deməli darvazaya yaxınlaşıram. Bax bu Navesin alt hissəsi 24 metrdir. Uzunluğu eni isə 4 metr, hardasa 5 metrdir. Bax belə bir həyət evinin qiyməti 100.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.